Əhalinin orta ömür uzunluğunun artması fonunda Azərbaycanda pensiya sistemində islahatlar gözlənilir. Yeni plan Maliyyə Nazirliyinin hazırladığı 2026-2029-cu illəri əhatə edən orta müddətli xərclər çərçivəsində öz əksini tapıb. Bəs pensiya yaşı artırılacaqmı? Buna hansı səbəblər təsir eləyir? Reportajımız var. Hazırda ölkə əhalisinin 69%-dən çoxu əmək qabiliyyətli yaşdadır. Lakin növbəti 10 illiklərdə bu göstəricinin azalacağı, əvəzində 65 yaşdan yuxarı əhalinin xüsusi çəkisinin 2 dəfə artacağı proqnozlaşdırılır. Bu isə dövlət pensiya sisteminin maliyyə yükünü artıracaq əsas faktorlardan biri hesab olunur. İqtisadçılar hesab edirlər ki, pensiya yaşının tədricən artırılması ilə yanaşı, sosial ədalət prinsipləri qorunmalı, ağır və zərərli işlərdə çalışanlara xüsusi güzəştlər saxlanmalıdır. İqtisadi baxımdan məqsəd sistemin dayanıqlığını təmin etmək və büdcə kəsirinin qarşısını almaqdır. Təcrübəyə görə uzunömürlülük artdıqca pensiya yaşı da orta hesabla hər 10 ildə 1 il artır. Sosial narazılığın qarşısını almaq üçün hökumət müəyyən kompensasiya mexanizmləri tətbiq etməlidir. Burada zərərli və ağır işlərdə işləyən işçilərin daha erkən pensiya hüququdur. Bu həm eyni zamanda 35 ildən çox stajı olanlara əlavə güzəşt, 55 yaşdan yuxarı işçilərə yenidən ixtisaslaşma proqramları, eyni zamanda minimum pensiyanın illik inflyasiya ilə indeksləşdirilməsini göstərə bilər. Ekspertlər həmçinin bildirirlər ki, iqtisadi fəallığın artırılması və əmək bazarının genişlənməsi pensiya sisteminin maliyyə dayanıqlığı üçün vacib amillərdəndir. Ölkədə investisiyaların artımı vasitəsilə işgüzar fəallığın stimullaşdırılması, əmək haqqı fondunun genişləndirilməsi, məcburi dövlət sosial sığorta haqqlarının artırılması istiqamətində işlərin reallaşdırılması vacibdir ki, bu da təbii ki, dayanıqlı şəkildə pensiya təminatının effektiv şəkildə, effektiv şəraitdə reallaşdırılmasına düşünürəm ki, müsbət təkan verməlidir. Qeyd edək ki, 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil etmiş və mövcud artım tendensiyasının davam edəcəyi halda BMT-nin proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir. Yayılan iddialara isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirildi ki, pensiya yaşının artırılması ilə bağlı hazırda hər hansı təklif müzakirə olunmur.